Azərbaycanda havası ən təmiz rayonlar hansılardır? Havanın təmizliyi necə müəyyən olunur? Siyahıda elə rayonlarımız var ki, çoxlarınız inanmayacaq. Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrində ətraf mühitin çirklənməsi ilə bağlı hesabat yayımlayır. Həmin hesabata əsasən Yerin Qulağı kanalı Azərbaycanda havası ən təmiz 10 rayonun adını açıqlayır. Bugünkü videoda isə Azərbaycanın havası ilə nəfəs aldıqca nəfəs verəcəyiniz ən təmiz 10 rayonunu təqdim edəcəyik. Havanın təmizliyi 1 kubmetrə düşən zərərli maddələrin miqdarı ilə ölçülür. Ortalama bu rəqəm hər 1 kubmetr havaya 16-25 mikroqram zərərli maddədir. Əgər siz də təbiətin qoynunda dincəlmək, dağ havası ilə ruhunuzu təmizləmək istəyirsinizsə, bu rayonlar sizin üçün əsl cənnətdir. Hazırsınızsa, başlayaq. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. 1. Yardımlı. Azərbaycanın cənub-şərqində, Talış dağlarının qoynunda yerləşən Yardımlı, sıx meşələri və az əhali sıxlığı ilə tanınır. Burada sanatoriyalar Sovet dövründən bəri insanların nəfəs yollarını müalicə etmək üçün istifadə olunurdu. Hətta Yardımlı dağlarında buz bulaqlar var ki, onlar 4-cü geoloji dövrə, buzlaşma erasına qədər gedib çıxır. İlk dayanacağımız Yardımlıdır. Dağların ətəyində yerləşən bu rayon sanki dumansız, səs-küysüz bir nəfəslikdir. Hündür dağlar, dərin dərələr və sıx meşələr Yardımlının təmiz havasının səbəbidir. Sənayedən uzaq olan bu bölgə həm də stressiz həyatın təcəssümüdür. İki. Gədəbəy. Tarix və təbiətin qovuşduğu bir məkan. 19-cu əsrdə Almanlar tərəfindən burada mis mədənləri açılıb. Lakin bugün Gədəbəy sənayedən uzaq, təbiət qoynunda sanki bir məkandır. Burada yerləşən Narzan bulaqları və qızıl su kimi tanınan mineral su havanı təmiz və torpağı təmiz saxlayır. Burada dağlıq relyef və mineral sular bölgəyə xüsusi hava verir. Sənaye çirkləniyinin minimum olduğu bu rayonda dağların sərinliyi hər nəfəsdə hiss olunur. Burada nəfəs almaq sanki su içmək qədər saf və təmizdir. 3. Qusar. Qusar Böyük Qafqaz dağlarının şimalında yerləşir. Bu rayon Şahdağ Milli Parkı ilə əhatələnib. Sovet dövründə buradakı dağ havası bronxial problemləri olan uşaqlar üçün sanatoriyalarda istifadə olunurdu. Qusarın havası təkcə təmiz deyil, həm də müalicəvidir. Qafqaz dağlarının qoynunda yerləşən Qusar rayonu Azərbaycanın şimal incisidir. Burada dağ havası, füsunkar meşələri və Şahdağ səssizliyi insanı rahatladır. Turistlər bura həm qışda, həm də yayda gəlir. Amma ən çox sevdikləri şey buranın havasıdır. Qusarın təbiəti təkcə göz oxşamır, həm də ciyərləri təmizləyir. 4. Şuşa. Şuşa 1752-ci ildə Pənahəli xan tərəfindən qurulan təkcə musiqi və mədəniyyət şəhəri deyil, həm də dağlıq iqlimi və gilli, şisti torpağı ilə oksigenin bol olduğu bir ərazidir. Burada 1400 metrdən yuxarı yüksəklikdə yerləşmə, sənayədən uzaq mövqe ilə təmiz hava təmin olunur. Azərbaycanın mədəniyyət beşiyi Şuşa. Şuşa Azərbaycanın havasına görə ən təmiz rayonudur. Belə ki, burada 1 kubmetr havaya 11-15 mikroqram zərərli maddə düşür. Yalnız musiqisi və memarlığı ilə deyil, havası ilə də insanı valeh edir. Dağların zirvəsində yerləşmə səbəbindən burada oksigen miqdarı yüksək, havadakı toz miqdarı isə olduqca azdır. Şamaxı. Şamaxı əsrlərdir şairlərin, səyyahların və astronomların sevimlisi olan bir ərazidir. Bölgənin yüksəklikdə yerləşməsi və geniş meşə sahələri havanın daim təzə və təmiz qalmasını təmin edir. Şamaxı rəsədxanasının burada salınması təsadüfi deyil. Əsrlər boyu burada astronomlar ulduzları müşahidə edib. Çünki hava şəraiti və havadakı tozun azlığı müşahidə üçün idealdır. Bu isə elmi cəhətdən də təmiz havaya sübutdur. Burada günəşli havalarla soyuq dağ küləkləri bir-birinə qarışır və nəticə sağlamlıq üçün ideal bir mühit. 6. Qax. Şimal-qərbin incisi Qax rayonu. Qax rayonunda Alban məbədləri, qədim Qum kəndi və İlusu kəndi ilə yanaşı möhtəşəm mənzərəli dağlar, meşələr yerləşir. Bu dağlar arasında sıx meşələr havanı süzgəcdən keçirir. Hər yay Qaxda keçirilən yay festivalları insanların buraya nəfəs almağa gəldiyini göstərir. Balaca, sakit və füsunkar bu rayon təmiz hava ilə yanaşı bol su və meşə ehtiyatları ilə tanınır. Burada süni təsirlər minimumdur. Hər şey təbiidən gəlir. Qaxın havası təbiətin içindən gələn bir rahatlıqdır.
7. Laçın rayonu. 1700 metr yüksəklikdə yerləşən Laçın dağları və meşələri ilə təbiətin qorunduğu bölgə olub. Havası azotla zəngin, sərin və dağ çiçəklərinin ətri ilə qarışıqdır. Yüksək dağ silsilələri və dağ çayları bu bölgənin əsas xüsusiyyətlərindəndir. İllərlə insan təsirindən uzaq qaldığı üçün burada hava sözün əsl mənasında safdır. Azad olunandan sonra orada həyat yenidən canlanır, həm təbiəti, həm də nəfəsi ilə. 8. Naxçıvan. Muxtar Respublikamız Naxçıvan da təmiz havası ilə fərqlənir. Sənaye obyektlərinin azlığı, geniş düzənliklər və mineral bulaqlar bu bölgəni sağlamlıq mərkəzinə çevirir. Burada hava nə qədər təmizdirsə, həyat bir o qədər də rahatdır. Burada yerləşən Badamlı mineral suyu zavodu və Duzdağ sanatoriyası dünya miqyasında tanınır. Sovet dövründən bəri astma və tənəffüs xəstəlikdə olan insanlar buraya müalicə üçün üz tuturlar. Qazax rayonu. Qərbin səssiz, dinc şuşəsi Qazax. Azərbaycanın qərbində yerləşən bu rayon düzənlik olsa da sənayedən uzaqdır və təbiətlə harmoniyada inkişaf edib. Qazaxda əsən küləklər təbiəti təravətləndirir, kənd təsərrüfatı üstünlük təşkil edir. Avtomobil və zavod sıxlığı yoxdur. Burada təbiət sanki hər gün yenidən doğur. Kənd təsərrüfatı ilə məşğul olan bu bölgədə nəqliyyat və sənaye yükü demək olar ki, yoxdur. Hər nəfəs bir rahatlıq, hər baxış bir təmizliyə açılır. 10. Şəki. Və nəhayət Şəki rayonu. Tarixi, mədəniyyəti və mətbəxi ilə məşhur bu rayon həm də təmiz havası ilə qürur duyula bilər. Dağların ətəyində yerləşən Şəki, yaylaqlar və çaylarla əhatələndiyi üçün havası daim təzədir. 18-ci əsrdə Şəki xanlığı burada qurulub. Bu şəhər eyni zamanda dağlar və meşələrlə əhatəlidir. Kürmük çayı, dağ bulaqları və şam meşələri ilə nəfəs almaq üçün ideal yerdir. Burada nəfəs almaq sanki yenidən doğulmaq deməkdir. Əlavə edim ki, Ələt qəsəbəsi, Neftçala və Ağcabədi rayonları yerləşən bölgələr beynəlxalq xəritədə tünd qırmızı rəngdə təsvir olunur. Bu isə həmin ərazilərdə havanın çox çirkləndiyi və zərərli maddələrin çox olması deməkdir. Videonu bəyəndinizsə, bəyən düyməsinə basmağı və kanala abunə olmağı unutmayın.